Şaban ayında digər əlamətdar gün və Mövlud günü məhz İmam Hüseynin o qeyriyyətli qardaşı, bu haqq mübarizədə onun yanında yer alan qardaşı Əbəlfəz ağamızın hacətlər qapısı olaraq tanınan həmin o Həzrət Abbasın Mövludu var. Şaban ayının 4-ü məhz Həzrət Abbasın Mövlud günüdür və Həzrət Abbas Mədinə şəhərində dünyaya göz açıb, atası İmam Əli əleyhissalam, anası isə xanım Ümmülbənindir. İmam Əlinin tərbiyəsi altında böyüyüb, daha sonra atası şəhid olduqdan sonra İmam Həsənin xəlifəlik dövrü başlayır, imamət dövrü başlayır, daha sonra İmam Hüseynin imamət dövrü başlayır və hər zaman qardaşlarının yanında yer alar, öz imamlarına layiqincə əshab olanlardan biri olurlar. Onlar əlbəttə ki, əhl-i beytdədirlər, qardaş idilər, amma İmam Hüseynin qardaşı bu Həzrət Abbas hər zaman özünü qardaş olaraq deyil, İmam Hüseynə bir nökər olaraq göstərirdi. İmam Hüseynin hər zaman qulluğunda duran bir şəxs olaraq özünü göstərirdi. Yəni o qardaşlıq münasibətindən heç bir zaman istifadə etmirdi və elə bu şücaəti ilə də hər zaman İmam Hüseynin yanında olur və Kərbalada da məhz İmam Hüseynin yanında İmam Hüseyndən öncə şəhid olan şəxs olur.